Birleşmələr nəzəriyyəsi faktorialla başlayır. Faktorial nədir? İqdə işarəsini qısa göstərəcəm. Deyəlim ki, 5 faktorial. 5 faktorial nə deməkdir? 5-dən geriyə çəkdi ya da 1-dən 5-ə qədər də deyirlər. Yəni, nə oldu? 120 oldu. Biz bunu o qədər işləyəcək ki, artıq 5 faktorial 120, 4 faktorial neçədir, 6 faktorial neçədir? Bunların hamısını eləyəcək. Bu məntiqdən 6 faktorial neçə olmalıdır? 720. Sən demə 6 faktorial da. Artıq 720 imiş. Burada 2 dənə əsas nüans var. 1 faktorial da 1'dir. 0 faktorial da 1'dir. Bunu da uşaqlar niyə deyib soruşurlar? Məsələn, YouTube-da yazılar, geniş izahlar, zadlar gəlir. Adətən faktorial seçimlərin şansıdır, sayıdır. Bu da seçimsizliklə bir seçim olduğuna görə 1 götürürlər. Yəni, bunu belə yanaşmaq lazımdır, daha doğrusu. Ondan sonra gəldik permütasiyaya. Permütasiya N'dən K. Yenə seçimlərin sayıda hansı situasiyalarında permütasiyadan istifadə edirik, o var. Permütasiyanın birinci üstuna bilməliyik. N faktorial bölünsün, N çıxılsın K faktorial. Yəni, sıra zillərə nümunə göstərsək, permütasiya, məsələn, 7-dən 2. Bu nə olar? Yuxarıda 7 faktorial olar. Aşağıda 7-dən 2-sini çıxıram, 5 faktorial olur. Bu da həmişə ixtisar gedir. Normalda 7-dən 5-ə bölərmirsən, amma faktorial olanda bölə bilirsən. Çünki bu nə deməkdir? Bu 1-dən 5-ə qədər deməkdir. Bu 1-dən 7-yə qədər deməkdir. İxtisar olanda aşağıdan 5-i getdi. Nə qaldı? 6 vur 7, yəni 42. Ay sağ ol, 42 qaldı. Yəni, bu permütasiyanı bu formada hesablayırıq. İndi gələk kombinizona. Kombinizon N'dən K-nə olar. Bu da N faktorial bölünsün. K faktorial vurulsun, N minus K faktorial. Bir nömrə də buna deyək. Deyək ki, kombinizon 7-dən 2-dir. Yenə 7-dən 2-dir. 7 faktorial yuxarıya yazsam. Aşağıya 2 faktorial. Vurulsun 7-dən 2-sini çıxıram, 5 faktorial. Həmişə böyükləri ixtisara bax. Balaca ilə böyük yox. Onda işimiz daha rahat olur. Aşağıdan 5-i yenə 7. 6 vurulsun 7 qaldı. 2 faktorial da nədir ki? 2 vur 1, yəni 2-dir. 42-ni 2-yə bölsəm, 21 bizim cavab olacaq. Yəni, səncə kombinizon 7-dən 2-də 21 imiş. Əsasən burada bilməli olduğumuz şeylər nədir? Faktorial da və bunlar da tam ədədlər üçün nəzərdə tutulub. Yəni, kəsirlər üçün nəzərdə tutulub və üst ədədlər üçün nəzərdə tutulub və sonra yazdığımız sağlaşından böyük olmalıdır. Hər ikisi üstündə keçərlidir. Yəni, N böyük olmalıdır və bərabər olmalıdır K-yə. Yəni, 6-dan 6 da deyə bilərsən. Bu belə. İndi daha çox uşaqların yanıldığı yer halıdır. Permütasiya ilə kombinizon düsturunu bilirlər, amma harada istifadə etmək lazımdır, onu bilmirlər. Yəni, misal qabağımıza çıxdı, harada istifadə edək, onu bilmirlər. Permütasiya adətən bir cismi ya da insanda ola bilər, cisimdə ola bilər, fərq edəməz. Ona görə bir şeyi yazıram. Bir şeyi bir dəfədən çox seçə bildikdə. Bu belə. Yəni, tutaq ki, telefon kalkulatorunu götürürük. Həmən kalkulatora baxanda neçə rəqəm görürük? 0-dan 9 daxil olmaqdan 10 dənə rəqəm var. Həmən kalkulatorda 3353 sözün ədədini yaza bilərik. Fikir versəsin, normalda orada bir dənə 3 var, amma biz 3-dən 4 dəfə istifadə edirik. Yəni, bir şeyi birdən çox seçə bilsək, bu permütasiyadır. Məsələn, neçə 4 rəqəmli ədəd yaza bilərik deyəndə, təşkil oluna bildiyinə görə bu formada edə bilirik biz bunları. Və yaxud, getdik bir tükana, oradan kitab seçməliyik. Məsələn, 8 kitabdan 3-ünü seçməliyim. İndi bir kitabı 2 dəfə götürə bilmərəm, bir kitabı bir dəfə götürəcəm, 2-ci dəfə seçə bilmirəm. Onda da kombinizon. Yəni, nəyi 2-ci dəfə seçə bilmirəmsə, bu kombinizon. 8 kitabdan 3-ünü hansı formalarda seçə bilərəm? Əgər belə bir sual qabağıma çıxsa, dərhal deyəcəm ki, deməli kitabdır, yəni əşyalarda, əllə tutula bilən şeylərdə kombinizondan istifadə edirik. Dərhal deyəcəm ki, kombinizon 8-dən 3. Kombinizon 8-dən 3-də nə deməkdir? 8 faktorial bölünsün, 3 faktorial vurulsun, 8-dən 3-ünü çıxaram, 5 faktorial. İndi yenə yenişir. Bunlar gedər. Bax, fikir ver, 8-dən aşağısından 5-i getdir. Nə qaldı? 6 vur 7 vur 8. 3 faktorial nədir? 3 vur 2. 6 ilə 3 getdi. Çünki 3 faktorialın 6 deməkdir.
7 vur 8 qaldı, cavabımız 56-dır. Yəni 8 kitabdan üçünü 56 fərqli versiyada seçə bilərik. Bu belə. Bir də adətən kombinizon həndəsəyə aid olan suallarda istifadə edilir. Burada da çox vaxtı suallar nöqtədən düz xəttdən gəlir, vətərdən gəlir, belə şeylərdən gəlir. Yəni unutmaq lazımdır ki, bir düz xətt üçün ən az 2 nöqtə lazımdır. Sual da, elə toplada da suallar çoxdur. Bir də bu şey sınaqlarda da çox qabağıma gəlir. Mən yerə belə sallar. Tutaq ki, deyir, bir çevrə var üstündə nə qədər olsun? 6 nöqtə olsun tutaq ki. Bu 6 nöqtədən neçə düz xətt keçirdə bilərik, ya da neçə vətər keçirdə bilərik. Mən bilirəm ki, vətər üçün 2 nöqtə lazımdır. Həndəsə deyil, nöqtə deyil, vətər deyil, çevrə deyil, bu həndəsədir. Onda deyəcəm ki, kombinizon 6-dan 2, çünki 2 nöqtə lazımdır. Fikir verin, vətər deyəndə tutaq ki, A, B, C, D, E, bu da qoy F olsun. A-dan D-yə vətərdir, amma vektor desə, artıq AD vektoru başqa şeydir, DA vektoru başqa şeydir. Ona görə əgər desəydik ki, bu 6 nöqtədən neçə vektor keçirmək olar, tapdığımız zalı təzədən bir də 2-yə vuracaq. Çünki yenə deyirəm, vətər desə vurmuram, AD vətəri ilə DA vətəri eyni şeydir. Amma vektor desə, AD vektoru ilə DA vektoru tamamilə bir-birindən fərqli olduğuna görə vektor yerində 2-yə vurmalıyam. O zaman bunları yenicələşdirsək, kombinizonlarda istifadə olunur deyənlər bir şeyi bir dəfə seçə bildikdə plus həndəsə sualları, bir də çoxluq sualları. Bu da adətən ad çoxluq sualları. Məsələn, tutaq ki, 4 elementli çoxluğun neçə ad çoxluğu var. Əslində, bu da bir şeyi bir dəfə seçə bilməyə aiddir. Nə demək istəyirəm? Tutaq ki, bir ad çoxluğu olsun. 1, 4, 8, 13, 21, 24. Belə bir şey. İndi bu ad çoxluğunun 3 elementli neçə ad çoxluğu var? 1, 2, 3, 4, 5, 6. 3 elementli deyəndə biz 4, 4, 4 deyəməliyik. Çoxluqdan elementləri sadəcə bir dəfə istifadə edirik. Yəni 4-ü bir dəfə seçə bilir. Bu demək ki, yenə kombinizon 6-dan 3 deyəcəm. A çoxluğunun 3 elementli ad çoxluqlarının sayını tapacaq. Kombinizon 6-dan 3 deyəcəm. Amma yenə də bu yazaq burada dursun. Deməli, kombinizona bir dəfə seçə bildiyimiz şeylər həndəsə sualları, o yazaq çoxluq sualları. Çoxluq sualları da aiddir. Belə çoxluq sualları. Bu belə. Ondan sonra gələk bəzi sual tiplərinə. Bəzən elə sual tipi olur ki, heç nədən istifadə etməyə ehtiyacımız yoxdur. Yəni, permütasiyadan ya da kombinizondan istifadə etməyə ehtiyacımız yoxdur. Normal seçmə metodu ilə gedə bilərik. Nə demək istəyirəm? Tutaq ki, bəzi şəkil sualları var. Orada indi şəkil deyirlər, amma məsələn, hədiyyələşmə ola bilər. 10 nəfər hər kəs bir-birinə hədiyyə aldı. 10 nəfərdirsə, sən 9-una hədiyyə alırsan. Digərləri sənə verəcək hədiyyə. Belə hər kəs bir-birinə hədiyyə verir. İndi biz 10 nəfər isə, mən özümə hədiyyə almayacam ki, yerdə qalanlar arasında. Ya da bir başqası, tutaq ki, sən özə hədiyyə almayırsan, başqalarını alırsın. Yəni, hər kəs əgər 10 nəfərdirsə, 9 hədiyyə almış olacaq. Toplam nə qədər hədiyyə olacaq? Onda hər 90. Yəni, dəyiş-tokuş suallarında hər kəs bir-birindən şəklini dəyişdi, hər kəs bir-birindən nə bilim marşerini dəyişdi ya da hədiyyələşdi. Belə bir dəyişmə suallarında həmişə düsturumuz n vurulsun, n çıx 1 idi. Bu dəyişmə suallarıdır. Dəyişmə sualları. Dəyişmə sualları n vurulsun, n çıx 1-dir. Bunu dəftərinizə qeyd edirsiniz sizdə. Dəyişmə sualından sonra bir də var nə? Sıra cərgə dəyirmi masa. Bu suallar var. Sıra cərgə nə deməkdir? Məsələn, eyni yazılı şəklindən gedirik. Tutaq ki, bir sırada 4 nəfər neçə üsulla düzülər? Bir sırada 4 nəfər deyirsə, neçə üsulla düzələr deyirsə, bir sırada 4 nəfər neçə üsulla düzələr? Bu oldu sıra cərgə sualları 4 faktoriyalı. Amma dəyirmi masa deyərək. Buranı artıq silim.
Dəyərli masa bu formada olaq. Yəni buradan başlayıbsa gəlib yenə də burada yekunlaşacaq. Ona görə birini çıxırsan. Yəni dəyərli masa suallarında dəyərli masa. Bu 4 nəfər dəyərli masada otursaydı, neçə cür düzülə bilər desəydik, 4 çıxılsın 1 faktorial deyəcəkdik. Yəni neçə deyirsə o qədər. Bu da olacaqdı 3 faktorial, yəni 6. O zaman düstur belə olsun, n nəfər varsa, orada cavab n faktorial olacaq. Dəyərli masa deyirsə, buradakı cavab n çıxılsın 1 faktorial olacaq. Şimdi suallar gəldirsə təbii ki, izahları da verəcəyik. Əsas ana suallar bunlardan ibarətdir. Məsələn, bir də şanslar, əgər eyni anda baş verirsə hər şey, onda tapdığımız cavabları bir də təzədən bir-birinə vurulur. Bu da adətən topluda vardır. Yine seçim sualları ilə bağlıdır. Bunları çözüldək, onları da yazacağım. Mesela kişi istiləməsi olmasa bir 70% başa salaq. Çünki nə eləyəcək də sual tipləri sonsuz saydadır. Yəni bu 5-10 dəqiqəlik, 15 dəqiqəlik dərsdə alınan bir şey deyil. Amma dərs kimi desəm, tutaq ki bir mağaza var. Burada qızıl güllərdən qırmızı rəngli, qırmızı gül boy olsun 10 dənə, sarı rəngli olsun 5 dənə, bir dənə də ağ rəngli olsun və bu da 3 dənə olsun. Sual geldi ki, bir adam içeri girdi. 2 dənə qırmızı gül götürdü. 2 sarı gül götürdü. Qoy 3 sarı olsun, 2 ağ olsun. Neçə fərqli üsulda seçə bilər. İndi yanaşma necə olmalıdır? Biz permütasiya ilə getməliyik, yoxsa kombinasyondur? Ümumiləşdirsək, əllə tutulan şeylərdə kombinasyondur. Çünki niyə? Nə olsun qırmızıdan 10 dənədir, hamısı bir-birinə eynidir. Biz bir qırmızı götürüb qırmızı deyəmərik ki, birini götürün, sonra gəlib başqa birini götürürsən, bu ki düzəldən. Deməli, ondan ikisini mən nə ilə seçməliyəm? Kombinizonla. Kombinizon ondan 2. Sarını da sarıların içində seçsin. Bir cevabların içində seçsən deyirəm ki, 3 dənə sarının 5-in içində seçsəm, olacaq kombinizon 5-dən 3. Ağı da ağların içində seçsəm, kombinizon 3-dən 2. Bu qədər. Ondan sonra başlayalım hesaplamaq. Kombinizon ondan 2'yi necə hesablayarıq? 10 faktorial bölünsün 2 faktorial bu, 10 çıxı 2, yəni 8 faktorial. Yenə deyirəm, böyükləri hesablayın. 10-dan 8 desənə qalacaq. 9-dan 10, 90. 2'ye bölsən nə oldu? 45. 10-dan 2, 45'iymiş. Devam edirəm. 5'dən 3 nədir? 5 faktorial bölünsün, 3 faktorial vurulsun, 5 çıxı 3, yəni 2 faktorial. Hər zaman böyükləri var. Aşağıdan 3'ü getdi, nə qaldı? 4'dən 5, 20, 2'ye bölsəm 2 faktorial deyil, 2'dir. 20'yi 2'ye böldün, 10. 3'dən 2'nin gəlini hesablayın. 3 faktorial bölünsün, 2 faktorial vurulsun, 1 faktorial. 2 faktorialın 2, 1 faktorialın 1, 3 faktorialın da 6. 6 bölü 2'ye gəlir, yəni bu da 3 olar. Və bunların hamısı buketin içində, yəni eyni anda baş verdiyinə görə, eyni anda baş verəndə tapdığın ədədləri bir-birinə vurur. Yəni cavab 45 vurulsun 10, vurulsun 3'dür. 45'i 3'e vursan 135, ona vursan 135'in yanında bir dənə 0 olacaq. Miniş üzərində fərqli versiyada bunları seçə bilərəm. Cavab belə olacaqdır. Bir başqa daha çox gələn sual tipini yazandan sonra istəyirsiniz hər suallara keçək. Videoda saxlayın. Daha çox nə var idi məsələn? Tutaq ki, sinifə gəldi. Sinifdə neçə şagird olsun? 25, yaxşı olsun 25 şagird. Bu 25 şagirdin içindən 3 növbətçini necə seçim? Permütasiya ilə seçim, kombinizondan seçim. Düzdür, kombinizon. Səbəb budur ki, gəlib tutaq ki, Orxan oturub orada.
3 növbətçiyə Orxan deyəmərəndə deyər ki, elə şey olmaz. Yanıma 2 dənəsini də verir. Ona görə oldu kombinizon. Deyəcəm, bu 3 növbətçi seçilir. 3 növbətçi seçilir. Kombinizon 25-dən 3-dən. Amma içəriyə girsən, bir başqa sinifli yenə. Deyəcəm ki, mənə bir sinifqon. Bax, uca parça deyirəm. Bir növbətçi, bir də köməkçidir. Neçə fərqli üsulə? Sinif 25 nəfərdir. Bir sinifqon üçün mənim neçə ehtimalım var? 25. Ücə birini seçdim. Bir növbətçi üçün artıq neçə 20-lər. Bir köməkçi üçün neçə ehtimalım var? Artıq 23. Və bunlar eyni anda 5 verir deyə 25 vur 24 vur 23 deyəsən. Yəni bir sinifqon, bir növbətçi, bir köməkçini 25 nəfərli sinifdən bu qədər üsulla seçmək olar. Ya da bunun növbətlərdə də çox vaxtı belə gedər, gözləmlər üçün bir-birinə varasınız. İndi digər suallara keçsək, dərsimizin ana teması bu qədər idi. Sağ olun.